Tofiq Yaqublu məhkəməsində bildirmişdi ki, dünyanın işinə baxın, Azərbaycanı idarə edən dələduzlar bugün yığışıb məni, yəni Tofiq Yaqublunu dələduzluqda ittiham eləyir. Dağıla dünya. Tofiq Yaqubluya azadlıq. Azerbaycan 60. yılların Afrika'nın banan ülkeleri seviyesindedir. Ülkede vicdanlı, ekideli, temiz, mübariz insanların hamısını hapse atırlar. İlham Əliyev etrafına yaltakları, oğruları, rüşvetxorları topluyor ve göstermek istiyor ki bu milletin siması budur. Biz bu aksiyanı Mehman Hüseynov'un etirazından sonra başladık. Ancak burada mübarize təkcə Mehman Hüseynov uğrunda değil. Burada mübarize təkcə siyasi məhbuslar uğrunda değil. Bu Azerbaycan'ı xilas eləmək mübarizəsidir. İlham Əliyevə üzümü tutup deyirəm. Siz bu hakimiyyəti qəsb eləmişsiniz. Kanunlara əməl eləmək lazımdır. Günahsız insanları azad eləmək lazımdır. Ve İlham Əliyev, sen gedeceksen ve gitmelisən. Buradan sana seslen.